Bugün sizə yenə kitabxanamın nadir nüsxələrindən birini göstərmək istəyirəm. Əlimdə görmüş olduğunuz bu kitab Mark Desa dair Pegis Kories adlı bir əsərdir. Daha doğrusu onun əsərlərindən onun düşüncələrinə dair çıxarışlar toplusudur, bir kolleksiyadır. Görmüş olduğunuz kimi Mark Desa, Pegis Koriesa. Bu sonradan cildlənmədir, Türkiyədə cildlənib. Kitabın özü isə orijinal nəşrində bu cür incə qapaqdan ibarət idi. Sadəcə uzun müddət qorunmaq adına bu cildlənmə önəmli idi. Kitab Fransada nəşr olunub. Nəşr tarixi 1928-ci il 31 iyuldur. Burada görə bilərsiniz. Həmçinin kitab limitli nəşrdir. Əlimdə olan bu nəşr 2530 nəşrdən 2247-ci olandır. Burada qeyd olunub. Gördüyünüz kimi içərisində daş baskı dediyimiz texnika ilə qravürlər işlənib. Onlardan bəziləri hansı ki burada göstərməyə uyğundur. Onları da sizə göstərəcəm. Kitabda Mark Desa'nın əxlaq, sevgi, cinayət, hüquq, güc, ədalət və digər bu kimi mövzularda düşüncələrini ehtiva edən mətnlər, çıxarışlar toplanıb. Həmçinin kitabdakı illüstrasiyalar Mauricio Loira aiddir. Kitab qeyd olunduğu kimi Parisdə nəşr olunub. Əsasən bu tip kitablar bizim underground, yeraltı deyə biləcəyimiz niş nəşriyyatlarda çıxarılırdı və bir çoxu da əslində belə desək, piştaxta arxası satılırdı. Yəni gizlindən satılan kitablar idi. Bu baxımdan da underground culture, ədəbiyyat olaraq da yenə önəmli bir nəşrdir əlimizdə tutduğumuz bu nəşr. Sizə həmçinin kitabın titul vərəqini də göstərim. Belə ki, kitabda qeyd etdiyim kimi qravürlər var. Onlardan biri, məsələn, eqoizmlə bağlı olan bir bölümdə olan qravür. Hətta yanılmıramsa, əgər yanlış xatırlamıramsa, Mauricio Loira həmçində Oscar Wilde'ın sevdiyi qravür ustalarından biri olub. Ümid edirəm ki, yanlış xatırlamıram və yaxud oxuduğum mənbə düzgün mənbə olub. Bu barədə qəti bir iddiam olmasa da bənzər bir məlumata sahib olduğum üçün sizinlə bölüşmək istədim. Yenə başqa bir qravür, təbiətlə bağlı olan bölümdə bu cür belə bir vulkan qravürü var. Bunu görəndə Mark Desa'nın oxuduğum kitablarından birində vulkanla bağlı bir səhnə vardı, onu xatırladım. Burada danışa bilməyəcəm, təəssüf ki. Sonra daha bir qravür. Görmüş olduğunuz kimi kitab həqiqətən də kolleksiya dəyəri də olan önəmli bir nəşrdir. Məndə Mark Desa'nın türkcə xüsusilə demək olar ki, bütün nəşrləri, tərcümələri ən azından ən önəmliləri mövcuddur və bunları oxumuşam. Təbii ki, məncə araşdırılmalı olan müəlliflərdən biridir və günümüzdə də ciddi şəkildə araşdırılır. İstər fəlsəfi fiqur olaraq hər nə qədər mübahisəli olsa belə, istər ədəbi fiqur olaraq, istərsə də şəxsi keyfiyyətlərindən dolayı, bunu dırnaq içərisində deyiləm, yaşam tərzindən dolayı hər daim araşdırılan və aktuallığını qoruyan önəmli bir müəllifdir. Dinlədiyiniz, izlədiyiniz üçün minnətdaram.